Salam aleyküm. 500 qram 16 faizli mis 2 sülfat məhlulu. 500 vurulsun 16 bölünsün 100. Bu eləyir 80 qram mis 2 sülfat. Deməli yazıram mis 2 sülfat 80 qram. Onda 500'dən də 80 çıxanda su da olacaqdır 420 qram. Artıq biz buradan mis 2 sülfatın və suyun ilkin məhlulda kütləsini müəyyən etdik. İndi isə elektroliz tənliyini yazacaq. Mis 2 sülfat üstəgəl su elektroliz olanda katodda mis, anodda oksigen və məhlulda H2SO4 əmsallaşdırırıq və burada anodda 1,12 litr qaz alınıb. Bura yazıram 22,4. Bura M yazıram 160 vurulsun 2 və buradan mis 2 sülfatın sərfini tapıram 16 qram sərf olur. Deməli burada artıq 80-dən 16 çıxanda mis 2 sülfat yeni məhlulda 64 qram olur. Burada su da sərf olur. Yenə 1,12 köməyi ilə tapıram ki buradan su 1,8 qram sərf olur və 420-dən 1,8 çıxanda su 418,2 qram edəcək. Reaksiya zamanı sülfat turşusu əmələ gəlir. Bunu da hesablayaq və hesablayırıq ki, sülfat turşusu da 9,8 qram olacaq. Və ümumən məhlulu toplayanda bu deməli 492 qram edəcəkdir. İndi biz artıq məhlulu 492 tapdıq. Bu isə bizə deyir ki, alınan məhluldan 98,4 qram nümunə götürüldü. Götürülmüş məhlul nümunəsində mis iyonları. Yəni 492 qram məhlulda biz gördük ki, 64 qram mis 2 sülfat var. Bəs götürülən 98,4 qram məhlulda nə qədər mis 2 sülfat məhlulu var? Yəni buradan biz onu hesablayırıq. Bu 12,8 qram mis 2 sülfat edəcək. İndi mis 2 sülfatın natrium hidroksidlə reaksiyasını aparaq. Bu zaman əmələ gəlir mis 2 hidroksid üstəgəl natrium sulfat. Bura bir 2 yazacağım. Bu 12,8'dir. Aşağısına yazıram deməli 160. Burada 20% natrium hidroksid məhlulu, yəni M qram 20%li. M vurulsun 20 bölünsün 100 0,2 M. Bura 0,2 M yazıram. Burada 80 yazıram. Buradan M'i tapar. M buradan 32'ye bərabər olacaqdır.